Tonzillektomiya əməliyyatından sonra qidalanma necə olmalıdır? Tonzillektomiya, yəni boğaz əti əməliyyatından sonra biz xəstəxanada əməliyyatdan 4 saat keçdikdən sonra yumşaq qidalarla xəstənin qidalanmasını açırıq. Püre şəklində yoğurt və ya mayelər, meyvə suları, bunlarla xəstəxanada ilkin olaraq xəstə qidalanır. Evə getdikdən sonra isə xəstəyə qidalanmada diqqət edəcəyi nüanslar tapşırılır. Xüsusən iki nüans var. Birincisi, qidalar sərt olmamalıdır, ikincisi isti olmamalıdır. Nəyə görə? Boğaz əti əməliyyatı olub, ət kəsilib, açıq bir yara var orada. Bu yaranı cızmayacaq qidalardan istifadə etməlidir. Bunlar püre şəklində ola bilər, sıyıq şəklində ola bilər və ya hər hansı qazanda bişmiş yumuşaq qidaların hamısını demək olar ki, istifadə edə bilər. Burada məqsəd sərt olmasın, məsələn, çörək kənarı, qızardılmış qidalar və temperaturu yüksək olmasın. Çünki temperatur yüksək olduqda qanama şansı artır. Bu prosesə xüsusən ilk 2 həftə ciddi riayət eləmək lazımdır. Əməliyyatdan sonra 2 həftə ərzində əməliyyat yerinin %80-i sağalır. 4 həftədən sonra isə tam sağlam toxuma əldə olunur.